Salam dəyərli izləyicilərimiz, 18-ci salda bizdə blok sxem fraqmentinin nəticəsini deyir müəyyən edin. Mürəkkəb dövrü alqoritmdir, iç-içə mürəkkəb dövrü alqoritmdir. J 10 olanda dövrdən çıxacaq, J bir artırır burada, I isə 6 olanda dövrdən çıxacaq. J-nin bir qiymətində, I-nin bir qiymətində J 9 dəfə dövr eləyəcək, 2-də, 3-də, 4-də, 5 qiymətində I-nin J 9 dəfə dövr eləyəcək. Bu zaman S bərabərdir 0 üstə gələk 2 vuraq 1 üstə gələk 1 bərabərdir 3. S bərabərdir 3 üstə gələk 2 vuraq 2 üstə gələk 1 eləyəcək 8. Növbəti addımda S bərabərdir 8 üstə gələk 2 vuraq 3 üstə gələk 1 bərabərdir 15. Artıq buradan alırıq ki biz bunların arasındakı fərq 5 sonra 7 olubdur. Onda 3 üstə gələk 5 üstə gələk 7 9 plus 11 13, 15 plus 17 plus 19 bərabər olacaq 99-a. Növbəti addımda burada artıq S bərabərdir. I2, J 9 dəfə dövr eləyəcək J-nin I-nin 2 qiymətində. Bu zaman S bərabərdir 0 üstə gələk 2 vuraq 1 üstə gələk 2 bərabərdir 4 olacaq mənim üçün. S bərabərdir 4 üstə gələk 2 vuraq 2 üstə gələk 2 bərabərdir 10 elədik. Sonra onda bu 4 olub, üstə də 6 gəlib, yəni 4 6 S bərabərdir 4 plus 6 8 10 üstə gələk 12 14 16 18 üstə gələk 20 toplayanda eləyəcək mənim üçün 108-ə bərabər olacaq. Bura eləyəcək 108. I3 olanda S bərabərdir 0 üstə gələk 2 vuraq 1 üstə gələk 3 eləyəcək 5. S bərabərdir sonra 5 üstə gələk 2 vuraq 2 üstə gələk 3 burada eləyəcək 12. Burada artıq S bərabərdir 5 üstə 7 gəlib. Sonra plus 9 11 13 15 17 plus 10 9 plus 21 J'nin 9 dəfə təkrarlanması bu zaman S olacaq 117. Sonra J4 olanda yenə I4 olanda J yenə 9 dəfə dövrə girəcək. S bərabərdir 2 üstə gələk 2 vuraq 1 üstə gələk 4 eləyəcək mənim üçün 6. Sonra S bərabərdir 6 üstə gələk 2 vuraq 2 üstə gələk 4 mənim üçün eləyəcək bura 14. Artıq onda S bərabərdir 6 plus 8 plus 10 plus 12 14 16 18 plus 20 plus 22 J'nin 9 dəfə qiyməti təkrarlanacaq. S'imiz bu zaman olacaq 126-ya bərabər olacaq. Sonuncu addımızda S bərabər 0 üstə gələk 2 vuraq 1 üstə gələk I-nin 5 qiymətində artıq bura 7 eləyəcək. 7 eləyəcək. Baxaq, S bərabərdir 7 üstə gələk 2 vuraq 2 üstə gələk 5 elədi mənim üçün 16. Onda S bərabərdir 7 üstə gələk 9 11 13 15 17 plus 19 plus 21 plus 23 bu isə bərabər olacaq mənim üçün 135-ə. Sonda S-in I5 olanda 6 olacaq. 6 olanda artıq dövrdən çıxacaq. Həmin zaman S-in sonuncu dəyəri olacaq mənim üçün 99, 108, 117, 126 və 135-in cəmi. 99 üstə gələk 108, üstə gələk 117, üstə gələk 126, üstə gələk 135. O da bərabərdir 585. Doğru cavabımız oldu 18-də Y variantı.